Əmək və Sosial Münasibətlər Akademiyasında Açıq Qapı günü keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən akademiyada 2025-26-cı tədris ili üçün ali təhsil ocağına qəbul olan tələbələr və onların valideynlərinin sualları cavablandırılıb. Məqsəd onları ali təhsil ocağının tədris prosesi, maddi-texniki bazası və sosial imkanları ilə yaxından tanış etməkdir. Akademiyanın rektoru vəzifələrini icra edən Yusif Ağayev tələbələri təbrik edib, təhsil proqramları, müəllim heyətinin peşəkarlığı və tələbələr üçün yaradılmış şərait barədə məlumat verib, bildirib ki, akademiya əmək bazarının çağırışlarına cavab verən mütəxəssislərin hazırlanması, tələbələrin hərtərəfli inkişafı üçün elmi və sosial mühit formalaşdırıb. Daha sonra Maliyyə Təsərrüfat İşləri üzrə prorektor Şakir Allahverdiyev Ali Təhsil Ocağının maddi-texniki bazası, tədris binasının infrastruktur vəziyyəti və görülən işlərdən danışıb. Beynəlxalq əlaqələr üzrə prorektor Xəyalə Məmmədova çıxışında təhsil proqramları, ikili diplom, beynəlxalq sertifikatlar əldə etmək üçün akademiyanın gələcək inkişaf perspektivləri barədə danışıb. Sonra valideynləri və tələbələri maraqlandıran suallar cavablandırılıb. Fikir mübadiləsi aparılıb və tələbələrə akademiyada uğurlu təhsil həyatının təməli qoyulub. Daha sonra onlar akademiyanın tədris korpusuna ekskursiya ediblər. İxtisas artırma və kadrların inkişafı mərkəzi, auditoriyalar, yeməkxana və digər infrastruktur obyektləri ilə tanış olublar. Açıq Qapı günü ilə bağlı akademiyamıza gəldik. Bugün bufetimizdən, yataqxanalarımızla, kitabxanamızla, təlim otaqlarımızla tanış olduq. Rektorumuzla da tanış olduq. 15 sentyabrda artıq tam rahat şəkildə gəlib burada rahat təhsilimizi ala biləcəyik. Bütün suallarımıza cavab verdilər. Tələbə yoldaşlarımla bir-bir tanış olduq. Bizi yeməkxana ilə, yataqxana ilə tanış etdilər. Açıq Qapı günündə iştirak etdim və digər həm valideynlərin, həm şagirdlərin, həm tələbələrin, həm də öz suallarıma aydınlıq gətirildi və akademiya mənə çox gözəl təsir bağışladı. Mənə maraqlı olan suallara cavab tapdım və 15 sentyabr tarixində ilk dərs günündə evladımın ən yüksək şəraitdə təmin olunmuş bir universitetdə, bir akademiyada təhsil almaq üçün çox məmnunam. Bütün suallarımıza ətraflı cavab aldıq. İkili diplom barəsində, sertifikatlar barəsində akademiyanın bir çox bölməsi ilə tanış elədilər. Məsələn, təlim otağı ilə tanış elədilər, akademiya yataqxanası ilə tanış elədilər bizi. Əslində akademiyadan gözləntilərim çoxdur. Özümü inkişaf elətdirmək üçün bəzi təşkilatlara, həmçinin tələbə birliklərinə qoşulmağı fikirləşirəm ki, bu mən həm gələcək karyeramda uğur gətirsin, həm də sivimdə mühüm rol oynasın. Ona görə bacardığım qədər daha aktiv olmağa çalışacağam, həmçinin imtahan ballarımı yüksək tutmağa çalışacağam ki, daha yaxşı uğurlarım olsun. Rəhbərlik bildirdi ki, övladlarımız buranı yaxşı nəticələrlə oxusalar, diplom əldə edə bilərlər, müxtəlif sahələrdən beynəlxalq sertifikatlar əldə edə bilərlər. Çox, ürək açan bir şeylər oldu bunlar mənim üçün bir valideyn olaraq. Qeyd edək ki, Əmək və Sosial Münasibətlər Akademiyasında Açıq Qapı günündə 200-ə yaxın tələbə və valideyn iştirak edib.